Əziz dostlar, hamını salamlayıram. 15 mart 2026-cı il növbəti videomuzu çəkirəm. Bugün Alanya Damlataş rayonu Kleopatra çimərliyin sahilində yerləşən Alanya teleferikinə gəlmişik və bugün teleferik, yəni funikulyor teleferik vasitəsilə yuxarı çıxacağıq. Alanya qalasına çıxacağıq. Baxın, oradan yuxarı qalxacağıq. Məsafə hardasa 10 dəqiqə, 17 dənə kabindən ibarət olan funikulyordur. İndi girib bilet alacağıq və Alanya qalasına çıxacağıq. Geri dönüş biletini də alacağıq. Buradan içəri daxil olursunuz. Qarşıda bilet almaq üçün yerdir və teleferikə buradan da göstərmişsə çox maraqlı görüntülər. Kleopatra çimərliyi ayağınızın altında qalacaq. Hardasa 4 il 5 il əvvəl tam mart ayında teleferik videosu çəkmişdim. İndi bizi izləyən çoxlu yeni tamaşaçılar var, abunəçilər var. Hamısını salamlayıram. Artıq abunə sayımız 18.500-ü keçib. Ona görə Alanya'da yerləşən bu gözəl funikulyoru təzədən çəkib sizə göstərməyə qərarını aldım. Buralar isə turistik Damlataş rayonudur. Hər yerdə təmir işləri gedir. Turistlər yavaş-yavaş gəlməkdədir. Apreldən zaten rəsmi olaraq sezon açılacaq, otellər açılacaq. Hamınıza gözəl video olsun, gözəl izləmələr, gözəl seyirlər. Birazdan qiymətləri də göstərəcəm. Və içəri daxil oluruq. Gedirik bilet alma məntəqəsinə, kassaya. Hər yerdə kameralar var. Və burada kassada balaca bir növbədir. Buradan sonra daxil olacağıq və funikulyora minərək teleferikə minib yuxarı Alanya qalasına çıxıb gözəl mənzərələr izləyə biləcəyik. Belə əziz dostlar, biletlər haqqında nə deyə bilərəm? Bilet yerli vətəndaşlara 220 liradır. Əgər kimliyiniz və ya oturma izniniz varsa, sizə də 220 olacaq. Xarici vətəndaşsınızsa bilet qiyməti 500 TL'dir. Burada biniş alanı, buradan turniketlərdən daxil olub funikulyora tərəf gedəcəyik. Və xatırladıram ki, bu qiymətlər həm gediş, həm dönüşdür. Bir tərəfli də ala bilərsiniz. Orada əlbəttə ki, qiymətlər ucuz olacaq. Bizdən öncəki turistlər mindilər kabinlərə. Birazdan biz də minəcəyik. Deməli, artıq kabinə daxil olduq. Kabinlər hər biri 8 nəfərlikdir. Və bu arada 17 yox, 14 kabin var. Bu səhvimi düzəldim. Görevli ilə danışdım burada. Çalışan oğlan dedi ki 14 kabin. Bəzən 1-2 kabini bakım üçün, yəni təmir üçün. Hal-hazırda 13 kabindən ibarətdir. 13 dənə kabini var. Üst dayanacağa doğru 161 metr, uzunluq 830 metr yol gedəcəyik. Bu məlumatı da burada görmüş olduq və yavaş-yavaş sürətimizi artırırıq. 830 metr 10 dəqiqəyə çatacağıq yuxarıya. Və yavaş-yavaş yuxarıya qalxırıq, üzü dağa tərəf, Alanya kalesinə tərəf. Kaledən bizim çox videolarımız olur, qısa videolar, uzun videolar. Teleferik dediyim kimi ən son bir neçə il əvvəl, tam da mart ayında gəlmişdik. Tarix təkrarlanır deyəsən, yenə də mart ayında Alanyanı, gözəl Alanyanı yuxarıdan görəcəyik. Bugün hava biraz bulutludur, yağış deyiblər. Baxaq görək, yağış yağacaq yoxsa yox. Bu da Kleopatra çimərliyi. Asya da buradadır. Asya el ele kamera. El salla. Aferin. Güzel mi Asya? Güzel. Teşekkürler. Kleopatra plajında adamlar var. Və baxın necə gözəl mənzərələr. Bu mənzərələri siz də gəlib teleferik vasitəsilə görə bilərsiniz. Artıq yolun yarısına qalxmışıq. Bura elə bir yerdir ki, Alanyanı tam-tamına hər tərəfli görürsən.
Həm Kleopatranı, həm dağları, həm qarşıda I Love Alanya seyir terası baxın oradadır. Bütün Alanya hər tərəfli olaraq ayağınızın altdadır. Gəldik tam sıldırım qayaların üzərinə. Sanki biraz rüzgarlıdır bugün hava. Ya da bu denizin sesidir. Yok, çok güman denizin sesidir. Mənzərə çox gözəldir. Deniz yazda gelmiş deniz. Çamur olmamış çamur. Deniz çamur olmamış deniz. Asya danışmağı xoşlayır. Ona göre onun sesi biraz Alanya qalasına yaxınlaşırıq. Möhtəşəm Alanya Kalesi. Bilmiş bir. Artıq bütün Alanya ayağımızın altında, gözümüzün önündədir. Burada da çox gözəl yeni bir yaşayış kompleksi inşa olunub. İnşallah bir gün buradan da mənzil təqdim edərik. Mənzərəsi möhtəşəm olmalıdır. Görünüşü də gözəldir. Alanya'da belə binalar əlbəttə ki olsa yaxşıdır, yaraşıq verir. Orada hovuzu da var deyəsən, bəli. Və meşənin üzərinə çıxdıq. Lap az qalıb. Hamınızı Alanya'ya dəvət edirik. Gəlin Alanya'ya. Ev, mənzil, villa sahibi olmaq istəyənlər əlaqə saxlayın. Bir həftə içində ən gözəl mənzili, büdcənizə uyğun mənzili sizə seçib sizin adınıza keçirək. Burada ne diyor? Ne diyor? Qapının üzərində təlimatlar yazılıb. Asya da onu soruşur. Və çox az qaldı. Gözəl Türkiyə bayrağı yuxarıda dalğalanır. Biz də yaxınlaşırıq. Dışarıda yaslanmıyor. Klavakniko. Və artıq çox az qalıb, yavaş-yavaş son dayanacağa yaxınlaşırıq. Dışarıda sarkmayı tehlikeli. Və əziz dostlar, gəldik, çıxdıq Alanya Kalesinin ən üst nöqtəsinə. Burada belə yerlər var, suvenir yerləri, balaca mini market, geriyə dönən insanlar. Və bu tərəfdə də gözəl Alanya mənzərəsi önümüzdədir. Buradan isə taxta gözəl yolla, səliqəli yolla yuxarıya, qalaya doğru çıxırıq. Buradan hardasa bir neçə 100 metr qalxacağıq. Hardasa 200-300 metr məsafə var, rahat. Amma yol səliqəlidir, taxtadan, qıraqları dəmirli. Uşaqlarla da rahat çıxa bilərsiniz bu yola. Tam meşənin içində, solumuzda Alanya, dəniz, gözəl mənzərələr. Əlbəttə bu deneyimi yaşamağa dəyər. Alanya'dasınızsa teleferikə gəlin mütləq. Qiymət də çox yüksək deyil. Deyəsən yağmur başlayır. Yolları qalxdıqca gözəl mənzərələri görürük. Mart ayıdır, təbiətin oyanan vaxtıdır, yazdır. Buradan da oradan da çox gözəl hər yerdən ağaçların ətri, təbiətin oyanmasını insan hiss eləyir. Biraz da yağış atır. Çox gözəl, insana zövq verir.
Yavaş-yavaş yaxınlaşırıq qala divarlarına tərəf. Alanya Kalesi. Alanya Keykubat adını daşıyan Alanya Kalesi. Tarixi bir istehkam, tarixi bir qala. Alanya qalasının tam girişine geldik qapıya ve burada canlı ifa eden bir qardaş da var. Biraz onu da dinleyək. Seni niye bilmiyorum ama ben sadece senle mutluyum. Ah şu günü gözünden görmek dedikleri var ya, seni her halinle seviyorum. Beraber uyansak, bütün gün sarılsak bana yetmez. Değişmem küçücüğüm her şeyim. Ne olur çok uzaklara gitme, gidersen öleceğim. Karanlığa döneceğim, o küçücüğüm her şeyim. Ne olur çok uzaklara git. Və gözəl ifa devam edir. Biz isə daxil oluruq Alanya qalasına. Alanya qalası çox əzəmətlidir, gözəldir. Takmış koluna elin azamını veriyor, orta elimden çatlatıyor. Ağzında sakızı şişirip arsız arsız sarma boylu. Və Alanya qalasının içindən keçərək qarşı tərəfə gəldik, çıxdıq. Buradan aydın şəkildə aşağıdan gördüyümüz qala divarlarını görmək olur. Və əlbəttə ki, bu yollarla gedib oralara da çıxa bilirsiniz. Qalanın ən yüksək nöqtəsi oradadır. Orada da muzey var. Muzeyə də ayrıca daxil ola bilərsiniz. Qarşıda gözəl Gardenia restoranı var. Oradan videomuz var. Çox gözəl gün batımları, sunsetləri izləyə bilərsiniz. Hər gün gözəl DJ ifa edir orada. Partilər, tədbirlər və s. Baxın əziz dostlar, bura Alanyadır. Alanya gözəllikləri göz oxşayır. Belə, hörmətli dostlar, tamaşaçılar, bugünkü videomu burada yekunlaşdırıram. İnşallah gələn videolarda görüşənədək izlədiyiniz və abunə olduğunuz üçün çox sağ olun, var olun, təşəkkürlər. Gələn videolarda görüşənədək sağ olun, var olun.